vədədə necə təsir elədiyi haqqında heç bir bilginiz yoxdur, amma bu qədər yaydırırsınız insanlara. Cavan uşaqlar da tez zamanda əzələli görünsünlər, yekə görünsünlər deyə bu cür yollara əl atırlar və nəticə böyrək, qaraciyər sıradan çıxır ən asan halda. Belə ki, protein ümumiyyətlə bədəndə mübadiləsi üçün qaraciyərin çox önəmlidir. Yəni, protein mübadiləsi qaraciyərdə gedir, bir hissəsi. Və proteinin mübadilə məhsulları bədəndən böyrək vasitəsilə atılır. Bu bizim gündəlik yediyimiz proteindir. Siz ekstra olaraq çöldən protein qəbul edirsinizsə toz şəklində, siz təsəvvür edin ki, böyrəyi nə qədər artıq işə salırsınız. Siz təsəvvür edin ki, qaraciyər nə qədər yorulur ki, sizin o ekstra yekə görünmək üçün qəbul edədiyiniz proteini həzm edəcək deyə. Və bunun nəticəsində siz bu qaraciyər, böyrək hüceyrələriniz elə bir zərər vurursunuz ki, uzun vədədə bu orqanların çatışmazlığına qədər gətirib çıxara bilərsiniz, hətta cavan yaşda. Və yaxud da iynələr, steroid iynələr vururlar.